Əl-İmran surəsində olan əzəmətli bir ayə ilə, hansı ki mülkün Allaha məxsus olmasını bildirir. Bu ayə ilə tamamlamaq istəyirəm. Allah Teala buyurur ki, "Qul illahumma malikal mulk." De ki, ey mülkün sahibi olan Rəbbim. Nəyin sahibi? Mülkün sahibi olan Rəbbim. Bəzi insanlar deyir ki, maşın mənimdir, yandıraram. Heyvan mənimdir, istəyərəm, od vurub yandıraram. Əziz qardaş, sənin deyil, sən də, o da Allahındır. Lakin Allah sənə müvəqqəti verib. Qiyamət günü Allah deyəndə ki, "Limenil mulkul yevm." Bugün mülk kimindir? Sən cavab verməyəcəksən. Allah özü cavab verəcək. "Lillahil vahidil qahhar." Qahhar olan, hər şeyin üzərində mütləq hökm sahibi olan Allahındır. Ona görə bugün də Allaha nisbət elə. Allah Teala buyurur ki, de ki, ey mülkün sahibi olan Rəbbim, "Tu'til mulke men teşâ." Mülkü istədiyinə verirsən. "Və tenzi'ul mulke mimmen teşâ." İstədiyindən də alırsan. "Və tu'izzu men teşâ." İstədiyini izzətləndirirsən. "Və tuzillu men teşâ." İstədiyini zəlil edirsən. "Biyedikel hayr." Çünki xeyir sənin əlindədir. "İnneke ala kulli şeyin qadir." Həqiqətən də sən hər şeyə qadirsən. Ayə bizə öyrədir ki, mülkü verən Allahdır, varlı edən Allahdır, kasıb edən Allahdır, hörmətli edən Allahdır, hörmətsiz edən Allahdır. İnsanın narkoman olması, içki içən olması, sigaret çəkən olması və bəzi günahları edərək zəlil formaya düşməsi özündən deyil, Allahın haramlarını etdiyinə görə Rəbbi onu alçaldar. Çünki içki özündə məxluqdur, səni idarə eləmir. Səni Allah onun səbəbi ilə rəzil eləyər. Ona görə insan izzətlənir Allaha itaət ilə, rəzil olur Allaha asili ilə. Həmçinin Allah Teala başqa bir ayda buyurur ki, وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبُكَ. Güldürən də odur, ağladan da odur. Sən gülürsənsə, Allah səni güldürür. Əgər sən ağlayırsansa, Allah səni ağladır. Bütün neymətlər Allahdandır. Biz, hər birimiz etiraf edirik ki, ya Rab, bütün neymətləri sən bizə vermisən, bu əzəmətli ibadəti sən bizə ram eləmisən, asanlaşdırmısan, sənin gözəl isimlərin və uca sifətlərinlə səndən istəyirik ki, bu ibadəti ən gözəl şəkildə əda etməkdə bizə güc, qüvvət ver, yardım et, asanlaşdır və səbir ver. Velhamdülillahi Rabbil alemin.